mən ölü olum, siz diri. Bu sözü ispat eləməyə mənim vaxtım, fürsətim yoxdur. Fürsət olsa deyərəm. Haçansa biz olmasaq, kimlərsə burada olsa Allah hamımız o günü görməyə qismət eləsin, İmam Zaman zuhur eləsə, o zuhurda başa düşdüyümüz həqiqətlərdən biri bu olacaq ki, müasir qərb liberal dəyərləri dünyada elmi inkişafın yolunda ən böyük maniyəymiş. Bu, indi gülməli görsənə bilər. Çünki bu sistemi elmin əsas mənbəyi kimi qəbul edir bəşəriyyət ki, elmi bu sistemi inkişaf etdirib. Mən bunun əksini iddia edirəm ki, elmin bütün bu inkişafına baxmayaraq, o zamanda olan elmi sıçrayış bir həddə çatacaq ki, insanlar deyəcək ki, biz cahil imişik. Bir sistem ki, insanın potensialının ancaq maddi tərəfini işlədə bilir. Ancaq üzdə olan tərəfini işlədə bilir. O, elmin inkişafına hansı təkanı verə bilər, hansı dəstəyi verə bilər. Bunu ispat eləməyə biraz tədqiqat, vaxt lazımdır. Mən sizə söz vermişəm. Bir gün fürsət olsa ayrıca bu mövzu haqqında danışarıq. Bilmirəm, bura münasibdir o mövzu üçün yoxsa yox. Amma bu çox düşündürücü bir məsələdir, düşündürücü bir mövzudur. Bir dənə də qayıdaq hədisə və sözümü tamamlayayım. Bir 10 dəqiqə sözümü inşallah tamamlayaram. Bəli. Buyurur ki, nişatən fi huda, təqvalıların sevinci hidayətlərindədir. Yəni, hər bir nişanə tapanda Allaha doğru gedən yolda ürəyinə sevinç gəlir, qəlbi şadlanır, fərəhlənir. İnsanın mənəvi sağlamlığı nəyə bağlıdır? Necə bilək bu adam düz adamdır, sağlam adamdır? Necə bilək də? Axı, bilmirik bunu. Necə bilək? Necə həkimə gedirik? İlkin müayinələr var da, ilkin. Oturan kimi deyir, nəbzüvü yoxla, bir də təzyiqi. Əsasən, məsələn, həkimlər daha yaxşı bilir. Bu, sağlıq durumu haqqında ilkin fikrin formalaşmasına lazımdır. İnsanın mənəvi sağlamlığını necə müəyyən eləmək olar? Onun ən birinci vasitəsi sevincdir, şadlıq. Nə qədər şadsan, o qədər sağlamsan. Nə qədər pozitivsən, o qədər sağlamsan. Mənəviyyatın nəbzi sevincdir, şadlıqdır. İlk olaraq adamı müayinə eləyəndə gör sevincin nə qədərdir, dərindir ya yox, nəyə sevinir, nəyə qəmlənir. Bundan biləcəksən ki, bu adam hansı dərəcədə sağlamdır. Bir adam səthi şeylərə sevinirsə, səthi şeylərə qəmlənəcək və xəstə adamdır o insan.